Salam qızlar, necəsiz? Bugün də sizin tez-tez verilən suallardan birinə cavab verəcəm. Deməli, İlhan xanım deyirsiniz ki, tez-tez tərləmə olur bizdə. Tərləyirik, yəni aşırı dərəcədə. Bəzən hətta həm böyüklərdə bu ola bilər, həm uşaqlarda. Uşaqlarda deyirlər ki, bəs qoxu çox olur, tərləmə dəhşət çox olur, başda tərləmələr olur, bədəndə. O zaman biz tövsiyə edirik meqalir içməyi. Meqalir nədir? Parazitlərə qarşı vasitədir, hansı ki, bütün parazitlərdən bizi qurtarır və həmin yaranan fəsadlardan biri də tərləməkdir. Sonra xalların yaranması, qırmızı xallar, kəpək, aşırı yağlılıq, aşırı quruluq, ondan sonra qaşınma, üzdə səpgilər, məsamə, qara nöqtə, hamısının çözümü hər gün əsas yeməkdən öncə 15 dəqiqə öncə bir xörək qaşığı meqalir içirik.